Niyə görə oktyabr ayında D vitaminimiz kəskin şəkildə düşür? Bu sadəcə hava soyudu deyə deyil. Vitamin D-ni biz əsasən günəşdən alırıq. Yəni günəşin ultrabənövşəyi şüaları dərimizə düşür. Dərimiz qızarmağa başlayanda artıq D vitamini ifraz olunmağa başlayır. Ən yaxşı D vitamini qəbulu bu şəkildədir. Yəni günəşdən alınan. Bundan başqa biz qidalardan da D vitamini ala bilirik, amma qidalardan aldığımız D vitamini gündəlik D vitamini ehtiyacını ödəmir. Bu haqqda çox danışmışıq. Konkret bir misal çəkim. Məsələn, farel balığını 1 kiloqram gündə yeməlisən ki, sənin D vitamini ehtiyacın ödənsin. O da ki, təbii şəkildə çayda üzən fareldən söhbət gedir. Fermalarda saxlayan fareldə isə bu D vitamini var, amma təbii halda yetişən balıqlardan qat-qat azdır. Bəs biz D vitaminini hardan almalıyıq? Təbii ki, bu Avropa ölkələri soyuq ölkələrdə insanlar bunu çoxdan həll ediblər. Bunu qida əlavələrindən alırlar. Yaxşı olar ki, biz yay vaxtı günəşli yerlərdə gəzək, həm də bədənimizin müəyyən yerləri də açıq olsun ki, D vitaminini depolayaq və bu bizə qış boyu bəs eləsin. Heç olmasa yanvara qədər, fevrala qədər yayda yığdığımız D vitamini getsin. Amma insanlar günəşdən qaçırlar, kölgədə gizlənirlər və ona görə də D vitamini əksikliyi elə oktyabrdan başlayır. Əgər sizdə D vitamini azdırsa, immunitetiniz zəifləyəcək, tez-tez xəstələnəcəksiniz, bir çox dəri problemləriniz yarana bilər, özünüzü halsız, yorğun hiss eləyə biləcəksiniz, həm də depressiyaya düşə bilərsiniz. Ona görə də həkimə getmədən sizə Multizan D-nin bu 10 minlik vahid preparatını tövsiyə eləyə bilərəm. Həftədə bir dəfə ata bilərsiniz 10 min vahidlikdən. Yəni gündəlik sizin D vitamini ehtiyacınızı ödəyəcək. Amma sizdə defisit varsa, yəni 30-dan aşağıdırsa nəticəniz, o zaman siz Multizan D üçün bu 10 min vahidinin həftədə 2 və yaxud da 3 dənəsini də ata bilərsiniz. Yəni 30-dan aşağı defisit hesab olunur. Ona görə də bu tabletlərdən həftədə 2 dənəsini, 3 dənəsini öz başına ata bilməzsiniz. Amma bir dənəsini rahat ata bilərsiniz. Çünki bu sizə bir ziyan verməz. Multizan D3 10 min vahiddə əksər apteklərdə satılır, əldə eləyə bilərsiniz. Əgər ciddi defisitiniz varsa, onda həkim və əczaçıların tövsiyəsi ilə yüksək dozanı da qəbul eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.